Yenə baxırıq, pasientdə dəyişiklik qeyd olunur, hemodinamik qeyri-stabillik əlamətləri var və monitorda isə biz 3-cü dərəcəli AV blok, tam AV blok görürük, tam atrioventrikulyar blok görürük. Əlamətləri nədən bilirik? RR məsafələri eynidir, PP məsafələri eynidir, PR məsafələri isə xaotik dəyişir. Bu deməkdir ki, heç bir P sinus dalğası mədəciklərə atrioventrikulyar düyündən keçə bilmir. Mədəciklər özü ayrı ritmdə çalışır, idioventrikulyar ritmdə. Sinus ritmi isə sinusin isə ayrıca çalışır. Bu xəstəyə yardım etmək üçün əlbəttə yenə də sedasiya lazımdır və bu xəstəyə artıq biz transkutaneous pacingə, on demand tələb üzrə transkutaneous pacingə başlayırıq. Bunun üçün pacer düyməsini ilk növbədə seçirik. Rate ən azı 70, 80 daha yaxşıdır. Daha sonra cərəyanı artırırıq və cərəyanı artırdıqdan sonra biz artıq burada xətlərin hər verilən cərəyandan sonra QRS kompleksinin yaranmasını görməliyik. Adətən 60-80 arasında qeyd edilməlidir. Gördüyümüz kimi artıq hər pacing olduqdan sonra QRS kompleksi qeyd edilir. Tövsiyə olunur ki, pacing qeyd edilən şiddətdən ən azı 10 milliamper üstün cərəyan şiddəti verilsin və beləliklə xəstə artıq stabilləşdi. Təbii ki, bu xəstə evakuasiya olunmalıdır, saxlanıla bilməz və burada müvəqqəti yardım xarakteri daşıyır. Daha mükəmməl yardım intravenoz pacingdir.